Axşamınız xeyir. Həmvətənlilər, Ağdamlılar, Ağdam Teatrının işçiləri, Rəquma, Aida, bütün məni tanıyan işçi yoldaşlarımdan sağ qalan, salamat qalanlar. 12 aprel 2025-ci ildir. Şənbə günüdür. İstirahətləriniz uğurlu, xeyirli olsun. Ömrünüz uzun olsun. Əzizlərim, sizi bu Kosmonavt günü münasibətilə təbrik eləyirəm. Allah Yuri Gagarinə rəhmət eləsin. Allah bütün ölənlərə rəhmət eləsin. Bütün ölənlərin günahlarını Allah bağışlasın, bizləri də bağışlasın. Elədiyimiz səhvləri, günahları bağışlasın. Amin. Bilirsiniz, yadımdan çıxıb, bilmirəm, bu indi dediyim söhbət haqqında videolarım var kanalımda, yoxsa yox, çəkməmişəm. Yazıram, Odnoklassnikdə da var, Facebook'da. Amma indi ağlıma gəldi ki, yazım. Bu 12 aprel mənim həyatımda mühüm bir rolu var. 1961-ci ildə Bakıda birinci kursda oxuduğum zaman Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Əmtəşünas Fakültəsinin Ərzaq şöbəsində oxuyurdum. Ərzaq fakültəsində. Mənim o ticarət, o instituta heç girmək həvəsim olmayıb. Çünki riyaziyyatı elə yaxşı bilmirdim. Həmişə məktəbdə atam mənim bütün riyaziyyat hesablarımı düzəldirdi, gedirdim, 5 alırdım. Amma taxtaya, daskaya çıxardanda bir bahane axtarırdım ki, riyaziyyat müəllimi məni çıxartmasın daskaya. Uşaqlıqdan səsim var, oxuyanam, artist olmaq istəyirdim. Deyirdim, mənə sual verəndə ki, böyüyəndə nə olacaqsan, deyirdim, prokuror olacağım, həkim olacağım, artist olacağım. Deyirdilər üçü birdən, cavanlıq idi də, uşaqlıq, gənclik. Deyirdim ki, hə, nəysə Allah Taala elə elədi ki, artist oldum axırda. Amma bu orqan məsələsi, orqan işləri də ictimai kimi Allah Taala qismət elədi. Bu işlərin içinə də başımı soxdum, özümdən asılı olmayaraq, biliyimə görə. Nəysə, 12 aprel idi. Karganov Bakıda idim də. Karganov küçəsindən çıxsın, univermaqdan nəsə almaq istəyirdim. 3 mərtəbəli univermaq, o kommunistlə Karganovun kəsişdiyi yerdir. Karganovda küçə, səhv eləmirəm, görün bir 60 il keçib parçı, 62 il, 64 il keçib parçı. 17 yaşının içində idim. Nəysə, mən 6 yaşından getmişəm məktəbə. Nəysə, əzizlərim, çıxdım, bilmirəm nə alacaqdım. Gəldim, univermağa az qalmışdı, bəlkə bir 100 metr qalmışdı, 150 metr. Orada sağ tərəfdə bir dənə qadınlar parikmaxrisini gördüm, saç kəsən, aynəbənd kimi idi, hər şey görünürdü içərdən. Gördüm ki, qadınlar oturubdu, kimsə manikür eləyir, kimsə nəysə. Birdən şeytan girdi ağlıma, qara, saçım qapqara idi, kömür rəngi kimi. Uzun, bəlkə bir 50-60 santimetr idi hörüklərim. Ağırlıq da eləyirdi mənə. Şeytan bir girdi beynimə, aldandım, şeytana aldandım. Girdim, bir arvadın başına nəysə zayıfqa eləyirdi, nə eləyirsə qadına. Dedim, xala, mənim də saçımı kəsərsən. Hörüklərimə baxdı, belə day qız, dəlisən, elə hörükləri kəsərlər. Cəmaat saçını uzatmaq istəyir. Dedim, yox, kəs. Nəysə, uzatmayacağım. Çünki seriala baxacağım. Rüzgarlı Təpiyə baxacağım Türkiyədən. Nəysə, dedi, yaxşı, otur. Arvad çıxdı, sonra mən oturdum. 30 qəpiyə o boyda elə hörüklərimi, amma axmaqlıq elədim ki, götürmədim.
götürsəydim, saxlayardım bəlkə bu günə qədər. Nəsə bir yadigarları saxlayanam. Hə, belə bu tərəfdən kəsdi saçımı. 30 qəpik verdim, 30 qəpiyə o boyda saçımı verdim arabada. Çıxdım, neysə. Bu parikmaxerin qapısından çıxdım, küçüyə çıxan kimi ürəyim pitəri oldu. Peşman oldum. Elə peşman oldum ki, gözlərim yaşla doldu. Amma gecdi, yaxşı deyiblər ki, sonraki peşmançılıq fayda vermir, faydası yoxdur. Hə, neysə, kör peşman, gözüm yaşla dolu. Başladım adımlağa, univermağa sərif. Hə, dayıcıya oxuyurdum artıq da. Kəsdi elə belə, daradı elədi. Sonradan yavaş-yavaş saçım düzəldi. Bax, belə kəsdi. Neysə, bu parikmaxerdən yuxarı tərəfə, kommunist tərəfə də, univermağa tərəf bir 10 addım geçmişdim. Qəfildən arxamdan bir motal papaqlı, çoban papaqlı bir kişi, ağsaqqal kişi kəliylə, yanında da balaca bir, bəlkə bir 8-10 yaşında uşaq, oğlan uşağı. Ələ tutub gedirlər, onlar da o tərəfə gedir. Univermağa tərəf gedirlər. Bunlar məndən qabaq belə gəldilər, keçdilər. Bir 5 addım. Bu qəfildən kişi yıxıldı. Kişi yıxıldı. Camaat töküldü, mən də qaçdım. Camaat bir kişi şeylədi ki, götürsün, dedi ki, buraya keçinib getdi o tərəfə. Uşaq başladı ağlamaq eləməyə. Camaat məhdəl qaldığı, sağ-salamat gedirdi, bax. Onun üçün deyirəm, Allah'a sığının. Heç kim bilmir ki, 1 saat, 1 dəqiqə, 1 gün sonra nə ola bilər onun ömrü ilə, həyatından. Çünki həyat kitabımızı Allah Taala yazır. Onun əlindədir, hər şeyi o bilir. Hər gün bir vərəq verir bizə. Fikrimizə nə gəlirsə onu eləyirik. Amma o birisi vərəqdə bilmirik ki, sabah nə olacaq. Bu günlər hamısı bizim ömrümüzün vərəqləridir. Neysə, getdim. Biraz getdim, radyo var idi. Qəfildən radyo, Rus dilində Levitan var idi. Qəşəkdə dolu səsi var idi o kişinin. Qəfildən radyo başladı bağırmağa ki, Внимание, внимание, говорит Москва. Космосом первый раз в мире полетел kosmik karabil с Юрием Гагариным на kosmos. Cemaat hamısı dik durdu. Hə, səsi belə gürültülü səsi var idi o kişinin. O vaxt saqqallar yetişmiş olar. Çoxdan o da rəhmətə gedib yəqin. Neysə, hamı dondu qaldı. Hə, bəziləri də sevincindən əl çaldılar, elədilər. Hə, hələ getdim. Bax, hər gün 12 aprel gələndə bu hadisə gözümün qabağındadır. Başa aprelin biri gələndə o mənim gəncliyim, o yadıma düşür. Sonra oradan qayıtdım. Yaxşı ki, Hörüklü Vətən Kinoteatrının qabağında, Vətən Kinoteatrının düz üzbəüz, bilmirəm, indiyə qədər var ya, yoxdur. Uzun illər keçib, görün nə qədər keçib. 64-65 illər keçib. Girdim ora, Hint qızını oxşuyordum. Bax, orada bir xalım var idi, şəkillərimdə var. De burada. Bu sağ gözümün üstündə yekə xalım var idi. Bax, bu balaca dırnaq boyda. Hamı mənə deyirdi, Hint gözəli. Hint qızı deyirdilər. İri gözlü, yekə xallı. Neysə, orada bir qəşəng hörüklə şəkil çəkdirmişdim. Səhv eləmirəmsə, hörüklü idim. Orada da çox gözəl bir şəkilim var idi. Həmən gün çəkdirmişdim, yoxsa ondan qabaq çəkdirmişdim. Yadımdan çıxıb da. Neysə, bax, bu hadisə 12 aprel gələndə bu hadisə həmişə yadıma gəlir. Mənim günümdə elə bil. Yuri Gagarin kosmosa çıxdı. Mən dayça kimi saçımı kəstirdim. Gözəllikdən oldum dayça kimi. Sonra yavaş-yavaş saçım düzəldi. Ondan sonra çiynimə qədər saçımda, yavaş-yavaş özüm də yaşat olduqca, gəncləşəndə belə saçlarım başladı. Amma hörüksüz oldum da. Yadımdan çıxmır. Nə gözəl hörüklərim var idi. 12 aprel mənim də həyatımda mühüm bir tarixçəsi var. Yadımdan çıxmır. Tələbə illəri o gözəl mahnıdır ki,
Lay 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 lay. Telebeli yılları. Bu doğrudan da tələbəlik də gözəl bir şeydir. Bizi o çeşidlərə ayırmaq üçün Kartofu Rusiyadan, Ukraynadan Binəqədi bazalarına, dəmir yolun qırağında bazalar var idi. Binəqədidə. Bizi o əmtəşünas əsas dərsimiz üçün ərzaqdır da. Bizi orada o kartoşkanı çeşidlərə ayırmaq üçün nişasta əmələ gələn hansıdır, o birisi harsıdır, belədir, nəysə gedirdik çeşidləşdirməyə bazalarda. Biraz işləyirdik, sonra oradakı işçilər qazan qoymuşdular ora bizim üçün. Kartoşkanı doldururduq qazana, pişirirdik, otururduq, yeyirdik. Neysə, tələbəlik illəri doğrudan gözəldir. Və bu 12 aprel həmişə mənə o xatirələri yadımdan gətirir. Onsuz da hərdən birdən yadımdan çıxmır. O elə bir hadisədir, ömrümün tarixinə yazılıb. Aprel mənim üçün əziz aydır. Aprel, bir də avqust. Apreldə mənim oğlum, gözəl bir balam doğulub. Allah hamınızın balanızı saxlasın. Oğlanlarınız da, qızlarınız da saxlasın. Mənim də balama ömür versin. Yanımda sağ-salamat yaşasın. Allah hamınızın qızlarınız da, oğlanlarınız da, nəvələriniz də qorusun. Mənimkilər də qorusun. Bir gözəl nəvəm də var. Boylu puxullu. 2 nüsuz qısarıb, ali savadlı. Oğlum da. Allah balanızı saxlasın, mənim də balamı saxlasın. Hər gün mən bütün insanlıq üçün, hamınız üçün dualar eləyirəm. Allaha yalvarıram ki, yaratdığı insanlığı qorusun, müharibələrdən qorusun, xəstəliklərdən qorusun, şeytana uyan satqınlardan qorusun, pisliklərdən qorusun, şeytana uyan, Allahı yaddan çıxardan ki, Allah onlara can verib, nəfəs verib, ruh verib, yaşadır. Amma şeytana uyurlar, müharibə təşkil edirlər, insanları öldürürlər. Allahın yaratdığı gözəl təbiəti dağıdırlar. Allahın yaratdığı təbiətdə yaşayan canlıları öldürürlər. Ey başçılar, yeriniz cəhənnəmdə hazırdır. Neysə, əzizlərim, bu əseri Kosmonavt günü münasibətilə nağıl kimi bir şeydir, doğrudan möcüzədir. Görün, mən ömrümdə bir dəfə uzaq səfərə, Afrikaya samolyota oturmuşam, 12 saat bulutlar altımızda qalmışdı. Elə bir ki, qarın üstündən gedirsən. Elə. Onda adam dəhşət götürür ki, uzaq olsun, birdən samolyot bir şey olsa, sümüyümüz də tapılmaz. Heç yadımdan çıxmaz. Oğlum hələ bir 6 yaşı var idi, 7 yaşı var idi. Mənim atam 65-dən, 63-dən Rusiyada gəlib yaşayır. Burada da torpağı qulağında olsun. Allah rəhmət eləsin bütün ölənlərinizə. Neysə, Ağdamdan Bakıya gəlirdik, samolyota mindik. Oğlum dedi ki, qorxurdu da, uşaq idi. Nəsə gör, uşağın ağlına bax. 6 yaş var idi, ya 7-yə keçmişdi. Hələ məktəbə getmirdi, neysə. Qalxdı dedi ki, ana, və birdən bu samolyot bir şey olsa, sümüklərimiz də tapılmayacaq. Amma qatarda gedəndə heç olmasa bizi taparlar. Uşağın ağlına bax. İndi Yuri Gagarin üçün dedim ki, gezib, nələri gəzib. Mən biraz uzaq görənəm. Görünməyən şeylər görürəm. Rəngləri ayırıram. Rəng gözümüzə baxırıq, elə bir qırmızıdırsa, o rəngi mən gözü bağlı, əgər televizorda, ekranda bir qırmızı gülü göstərirlərsə, gözümü belə bağlayıram, o olur tünd, nə bənəfşəyi, nə pür rəng, belə bir təri olur, deyə bilmirəm. Rəngləri ayırıram. İnanmazsınız, bax, mən qeybindən Marsda doğmuşam. Bax, başqa rolunda demişəm. Marsda görmüşəm. Marsda hamısı torpaq.
İndi bəziləri şey eləsələr deyəcəklər, bu nənə dəlidir. Marsa nətər gedib düşüb. Möcüzə ilə. Mən Məkkəyə də gedib gəlmişəm. Hələ Ağdamda idim. Məkkəni mənə aparıblar, ziyarət eləmişəm. Qapıdan çıxanda mənə möminlərin səsi ilə deyiblər ki, hərdən bizə Yasin oxutur. Ona qədər Yasin bilməzdim nədir. Ağdamda gedirdim. Mən bunu getdim imama danışdım. Ağdam meçidindəki imama. İmam durdu, ətəyimi öpdü. Dedi, Sevda xanım, sən vergili adamsan. Ondan həmən dəqiqədən elə bil ki, məni kravata qoya. Yatmışam, axşam elə belə yatmışam. İşdən gəlmişəm, yatmışam. Səhərə yaxın, hələ alaqaranlıq, kravatıma ki, elə bil məni qoydular kravatıma. Ayıldım. Səhərsi həmən dəqiqə qaçdım, meçid yanımızda idi. Mərkəzdə yaşayırdıq. Getdim meçidə, imama dedim belə. Yasin nə deməkdir? Quranı bilirəm ki, Quran kitabı oxuyurdum da, evimdə də var idi. Burada da neçə dildə, hər dildə, 3 dildə mömin kitabları oxumuşam, varımdı da. Dedi ki, Yasin Quran surəsidir. O da. Dedim ki, mənə deyildi ki, hərdən bizə Yasin oxutur. Ondan gedirdim Yasin oxuturdum. Gəncənin göy imamına gedirdim uşağımla. Mənim uşağım da nəzir idi. Oğlumun saçını 10 yaşında kəsmişəm, nəzir demişdim. Məsələn, bir adamın uşağı olmayanda qoynumdan keçirirəm, o uşaq qalmayanda, estağfurullah. Bir adamın ki, uşağı deyirlər, doğulur nəsə səbəbədəsə, ananın xəstəliyinə görə, atanın nəsə bir çatışmamazlıq üçün uşaq durmur. Rəhmətlə dünyasını dəyişir Allah Taala. Qoynumdan keçirəndə adam təzə doğulur, gəlib məni çağırırlar, qoynumdan keçirirəm, o uşaq yaşayır. Allahım onun balasını qorusun. Ağdamda bizim binada Musavi 2-də yaşayırdıq, 4 mərtəbədə. Mərkəzi xəstəxananın bir tibb bacısı bizim yanımıza bir adam ölmüşdü, telefonistka zərif. Onun evini verdilər ona. Demə, onun uşağı da durmurmuş. Hamilə idi, uşağı doğulub. Kimsə buna demişdi. Məni çağırdılar, qoynumdan keçirdim, adını da qoydum. Yadımdan çıxıb adını nə qoymuşdum. O uşaq da başladı yaşamağa. Bir dəfə də, bir neçə dəfə işə gedirəm. Biz 1-ci mərtəbədə yaşayırdıq. Həmən bu qadın, o dediyim qadın, orta podyezddə yaşayırdı. İşə gedəndə gəlirdim. Azı bir 10 dəfə bu, hər səhər mən işə gedəndə bu adam mənə qabağıma çıxır bu qadın. Axırda hirsləndim. Dedim, bu niyə belə? Bir dəfə də çıxanda orada dedim, bunu kobud bir söz deyirəm buna. Binanın arxasına keçdim ki, orada parkın yanına keçirəm, gedirəm işə, teatra. Bu gəldi, düz qabağıma gənə. Sabahın xeyir, Sevda xanım. Dedim, Zeynəb, sən niyə, bu nədir? Elə bil məni izləyirsən, hər dəfə mənim qabağıma çıxırsan. Dedi, sən Allah məni bağışla, bilirsən niyə qabağıma çıxıram? Taxıl məntəqəsində işləyirdi o, taxıl zakatovkasında. Dedi ki, sən qabağıma bir dəfə sınadım səni, bilmirdim, sonradan bildim. Deyir, sən qabağıma çıxanda xeyir tapıram. Bağışla məni sən Allah, ona görə özüm pusuram səni. Neysə bilmirəm, Allah'a qurban olum. Neysə, Allah hamınızı qorusun. Bugün bu Yuri Gagarin'in hesabına, bu kosmosun hesabına, bu nağıl kainatın hesabına mənim tarixdə mənim adım qalıb. Mənim içimdə, mənim ömrümə yazılıb bu 12 aprel günü. Oğlum da bu apreldə doğulub. Neysə, qurban olum Allahın varlığına. Kanalıma dəstək olun, amma bir xahişim var. Gündəlik yazıram. Məndən xatirə qalsın. Məndən xatirə qalsın. Əgər girirsinizsə YouTube'a,
məni görürsünüz, hə? Axıra qədər səbirli olun. Gündəlik yazıram da. Film yazmıram, kino yazmıram. Hərdən birdən mən də həm xanəndə olmuşam, müğənni olmuşam, teatr, kino artistiyəm. Oğlum da aktyor işləyib Ağdamda. Oradan əskəriyə aktyor kimi gəlib. Birdən öz oxuduğum mahnılarım da var. Musiqi də yazıram. Oxuduğum mahnılardan da yazıram. Gündəlik yazıram. Tarixdə qalsın, məndən yadigar qalsın. Kimsə baxsa, baxacaqlar, deyəcəklər 80 yaşında nənə belə kanal açıb oxuyur. Gecəniz xeyrə qalsın. Şənbə günüdür, sabah bazardır. Bazarınız uğurlu, xeyirli olsun. Vətəndə olan, bütün məni tanıyan, məni yada salan, pis, yaxşı kimsə, mən heç kimə pis eləməmişəm, heç kimə. Qeybət sevmirəm, paxıl deyiləm. İnüsta el olub ki, Acundan məni auditoriyada ürəyim qısılıb Acundan. Mənə ayıldıblar. Büfetimizdə bir erməni qadın işləyirdi büfetçi. Ondan gedirdim, bir şeyler alırdım, yiyirdim. Stipendiya gələndə 37 manat stipendiya alırdım. 37-50. Onda eləydi də. Neyse. Sonra aparırdım. Stipendiyanı alırdım. Elə orada da yarısını, çoxsunu verirdim arvada. Neyse. Elə çətin günlərim olub. Allah'a qurban olun. Hər şey üçün. Səbirli olun, dözümlü olun, Allah'a sığının. Heç kimə pislik arzulamayın, heç kimə ölüm. O deyirlər birdən, filan kəs ölsün, Allah səni öldürsün. O qələt eləyir, elə adam. Çox böyük səhv eləyir. Elə bil özü ölməyəcək. Başqasına ölüm arzulayır, özü elə bil diri qalacaq. O vicdansızlıqdır. Heç kimə şərbətdən atmayın, heç kimin haqqında paxıllıq eləməyin, millətçilik eləməyin. Bilmirsiniz ki, sizin uşaqlarınız böyüyüb, Allah sağ harda yazıb onların yaşamağını. Bilmirsiniz, insanlar, mehriban olun. Bu müharibə eləyənlər, müharibə təşkil eləyənlər, millətçi kafirlər, hamısı şeytana uyur, şeytan əməlləridir. Allahın qabağına çıxanda cavab verəcəklər, gec olacaq. Neyse, 12 apreldir, axşamdır. Sabah 13 apreldir. Sabah bazar günüdür. Bazarınız da uğurlu, xeyirli olsun, yuxularınız şirin olsun. Sevda nənənin kanalına daxil olun. Parmağınızı like basın. Allah köməyinizdə olsun. Təşəkkür edirəm. Kim ki girir, mənim kanalıma baxır. Başqa roliklərimə də baxın. Mahnılarıma da qulaq asın. Başqa repertuarlardan da, başqa bəstəkarların səhnədə oxuduqlarımdan da oxuyuram. Həvəsimi öldürürəm də. Səhnə yadıma düşür, teatr yadıma düşür, konsertlər yadıma düşür. Oxuyuram. Gecəniz xeyrə qalsın. Təşəkkür edirəm hamınızı. Allah hamınızı qorusun. Təmiz ürəklə yaşayın. Təmiz ürəklə yaşayın. İnsanlar, qadınlar, kişilər, cavanlar. Uşaqlarınıza beynəlmiləlçilik öyrədin. Millətçilik yox. Millətçilik yox. Uşaqlarınızı bədbəxt eləyirsiniz. Uşaqlarınızı bədbəxt eləyirsiniz. Müharibə tərəfdarı olmayın. Kimin ölümünə sevinməyin. Hamımız gəldi gedərik. Təşəkkür edirəm. Allah hamınızı qorusun. Amin, amin, amin.